Vaxtınız xeyir olsun, hörmətli dostlar, qonaqlar, xanımlar, cənablar. Hamınızı xoş gördük və hamınızdan bir alqışlar eşitmək istəyirəm və bu alqışlarla bu gözəl festivala start veririk. Hörmətli dostlar, hörmətli çox dəyərli insanlar. Qarşıdakı 2 gün ərzində bu gözəl məkanda çox möhtəşəm, beynəlxalq bir festivalda sizinle bir yerde görüşürük ve birazdan sizin diqqətinizə bütün məlumatları çatdıracağım, amma hal-hazırda icazənizlə mən mikrofon arkasına sözlərini söyləməsi üçün Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov cənablarını dəvət etmək istəyirəm. Buyursun gəlsin Tahir müəllim. Çok möhtəşəm bir festival və dünyanın birçok ülkelerinden məhz Azərbaycana, məhz Şamaxıya təşrif buyurmuş birbirinden değerli aşpazlarımız var. Hoş geldiniz. Değerli dostlar, hamınızı Şamaxıda bir daha hoş gördük, hoş geldiniz. Şamaxıda sizin növbəti ənənəvi açıq hava festivallarından biri olan Barbekü Festivalında hoş gördük. Hem milli kulinariyamızın tanınmasına hem de xarici ölkələrin müxtəlif tanınmış aşbazlarının, şeflərinin burada öz ölkələrinin təqdim etdiyi mətbəxlərlə tanış olmaq üçün çox böyük fürsət olan bu festival artıq bildiyimiz kimi ənənəvi xarakter daşıyıb. Biz sizinlə ikinci festivaldayıq və inanırıq ki, bu festival hələ çox uzun illər bizim auditoriyamızı sevindirəcək və turistlər, yerli və xarici turistlər böyük məmnuniyyətlə burada iştirak edib bu gözəl ab-havadan, Şamaxıdakı həm təbiətdən, həm yaradılmış şəraitdən zövq alacaqlar. Bugün Şamaxı turizm sahəsində çox ciddi inkişaf edir. Buna görə biz bütün bu sahədə çalışanlar, bu sahədə işləyənlər, hər kəsin adından, bütün auditoriyamız, bütün əhalimiz adından möhtərəm cənab prezidentimizə, hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Şamaxıda artıq ilk bir sıra biz turizm sektorunda ilklərin şahidi oluruq. Onlardan bugün dayandığımız bu məkan agroturizm sahəsində ən uğurlu modeldir deyə bilərik. Üzümün yetişdirilməsi, şərabın istehsalı və sonra onun qonaqlara ən düzgün formatda təqdim olunması üçün dünyada tanınan bu model Azərbaycanda uğurlu təqdim olundu. Bugün biz Şirvan Şərabları müəssisəsinin ərazisində bu uğurlu modelin hamımız şahidi və hər zaman bundan hamımız zövq alırıq. Digər bu cür uğurlu kənd təsərrüfatı və turizmin bir arada tutan bir model bildiyimiz kimi hamının tanıdığı uşaqların xüsusilə sevdiyi Alpaka firmasıdır. İndi bu cərgəyə Kapibara da qoşulub. Şamaxıda bildiyimiz kimi başqa bir sıra yerli və xarici yerli belə deyək mütəxəssislər tərəfindən baxılan Safari Parkda bir başqa canlılar da var. Yəni belə deyək bu agroturizmin çox uğurlu modellərin burada quran, bunu uğurlu işlədən, bizə təqdim edən hər kəsə öz minnətdarlığımızı bildiririk, yorulmasınlar. Bugünkü festivalda dünyanın bir çox ölkələrindən qeyd etdiyimiz kimi şeflər gəlib iştirak edirlər. Həm öz mətbəxlərini, həm bizim mətbəxi sizə təqdim edəcəklər. Maraqlı yarışlar olacaq. Sizi bundan zövq almağa, bura qoşulmağa dəvət edirik. Gözəl vaxt keçirmək üçün Şamaxıda sizə uğurlar arzulayırıq. Çox sağ olun. Teşekkür ederim Tahir müəllim. Ətraflı məlumat və ümumiyyətlə həqiqətən də